Hər kəsə salam. Dərhal bugünkü mövzumuza keçək. Məlumatlar bazanızın təhlükəsizliyi barədə necə düşünürsünüz? Bugünkü izahımızda biz deklarativ constraints, yəni deklarativ məhdudiyyətlərdən istifadə edərək programming checksləri kənara qoymağın niyə bu qədər vacib olduğunu öyrənəcəyik. Bu sadəcə xırda bir detal deyil, inanın mənə. Məlumatların qorunması məsələsini təməldən dəyişdirəcək bir konsepsiyadır. Özünüzə heç bu sualı vermisiniz? Sizin məlumatlarınızın düzgünlüyünü yoxlayan o kritik qaydalar əslində harda yaşayır? Çox vaxt biz proqramçılar avtomatik olaraq düşünürük ki, bütün yoxlamalar, yəni o programming checks, ancaq tətbiq kodunun içində olmalıdır. Axı niyə də yox, düzdür? Amma gəlin bir anlıq dayanaq və düşünək. Bu, doğrudanmı ən etibarlı yoldur? Qətiyyən yox. Bilirsiniz, məlumatlar bazasının bütövlüyünü qorumaq üçün sadəcə tətbiq səviyyəsindəki kodlara güvənmək əslində çox kövrək və düzünü desəm inanılmaz dərəcədə təhlükəli bir tələdir. Tam bir kabus ssenarisini təsəvvür edin, kimsə və ya hansısa başqa bir sistem sizin tətbiq interfeysinizdən yan keçərək birbaşa bazaya qoşulur və ya tətbiqdəki balaca gözə dəyməyən bir xəta yoxlama məntiqini sıradan çıxarır, nəticə nə olacaq? Sistemə dolan mənasız məlumat anomaliyaları, valideyni olmayan qeydlər və nəticədə, bəli, tamamilə çökmüş bir sistem. Və budur, məhz burada yol ikiyə ayrılır. Bir tərəfdə o kövrək, hər an qırıla bilən procedural checks durur. Yəni, sizin o saatlarla yazdığınız if-else şərtləri, tətbiq kodları və ya triggerlər. Digər tərəfdə isə declarative constraints, yəni verilənlər bazasının içinə hörülmüş, sözün əsl mənasında dağıdılmaz qala divarları kimi fəaliyyət göstərən daxili SQL qaydaları. Fərq gecə ilə gündüz kimidir. Mənbədən gətirdiyimiz bu sitata bir diqqət yetirin. Bu, eyni kodu təkrar-təkrar yazmaq və ona xidmət etməyə ehtiyacını aradan qaldırır. Nə qədər də dəqiq vurğulanılıb, elə deyilmi? Bütün yoxlama məntiqini müştəri tətbiqində yazmaq bizi eyni kod sətirlərini təkrar-təkrar kopyalamağa məcbur edir. Bu sadəcə vaxt itkisi deyil. Qaydalardan biri dəyişsə nə olacaq? Onu gedib tətbiqin 10 fərqli yerində yeniləməli olacaqsınız. Dəhşətli dərəcədə yorucudur və bir o qədər də risklidir. Yaxşı. Məhz bu declarative constraints əslində nədir? Çox sadə dildə desək, bunlar birbaşa məlumat bazanızın nüvəsində yaşayan və orada keşik çəkən daxili SQL qaydalarıdır. Siz bazaya hər hansı bir insert, update və ya delete əmri atanda, bu qaydalar avtomatik olaraq oyanır və qaydalara zidd olan hər hansı bir cəhdi elə yerindəcə bloklayır. Onlar yatmır, kofe fasiləsinə çıxmır və ən əsası, onlardan yan keçmək ümumiyyətlə mümkün deyil. Beləliklə, qarşımızda avtomatlaşdırılmış məlumat müdafiəsi üçün tam təchiz olunmuş bir alətlər paneli var. SQL bizə məlumatın bütövlüyünü qorumaq üçün buradakı 6 əsas məhdudiyyəti təqdim edir. Amma gəlin bunları sadəcə quru bir siyahı kimi oxuyub keçməyək. Gəlin bu alətləri qruplaşdıraq və onların qalamızı necə qoruduğunu dərindən anlayaq. Başlayaq birinci qrupdan, yəni identifikatorlardan. Burada bizim primary key və unique məhdudiyyətlərimiz var. Bu ikisi əmin edir ki, sizin bazanızdakı hər bir qeyd tək və təkrarsızdır. Primary key-i qeydinizin şəxsiyyət vəsiqəsi kimi düşünün. Unikal olmalıdır və əsla boş, yəni null ola bilməz. Unique isə eyni məlumatın, məsələn, kiminsə e-poçt ünvanının sistemdə 2 dəfə qeydiyyatdan keçməsinin qarşısını alır. Növbəti qrupumuz isə icraçılardır, yəni not null və default. Bu ikisi bir növ əl-ələ verərək işləyir. Not null sərt şəkildə tələb edir ki, xeyr, bu sahə mütləq bir dəyər daşımalıdır, boş buraxıla bilməz. Default isə daha çox B planı kimidir. Əgər istifadəçi və ya tətbiq kodunuz hansısa dəyəri daxil etməyi unudarsa, o avtomatik olaraq standart bir dəyər təyin edir. Yəni, tətbiqiniz heç nə etməsə belə, baza öz bütövlüyünü təmin edir. Və ən nəhayət, mənim ən sevdiyim qrup, əlaqələndiricilər və təsdiqləyicilər. Sizin o mürəkkəb biznes qaydalarınız məhz burada canlanır. Foreign key cədvəlləriniz arasındakı qırılmaz təllər kimidir. O, sistemdə mövcud olmayan bir müştəriyə təsadüfən sifariş yazmağınızın qarşısını alır. Check isə hər bir daxil olan dəyərin sizin xüsusi şərtlərinizə uyğun olub-olmadığını tərəzidə çəkir. Və bütün bu mürəkkəb əlaqələr heç bir əlavə kod yazmadan avtomatik qorunur. İndi bir anlıq diqqətinizi bura cəmləyin. Bu məhdudiyyətlər sadəcə fərziyyə yaxud mücərrəd anlayışlar deyil. Information schemanı sorğuladığınız zaman o qaydaların sistemin tam mərkəzində necə dayandığını öz gözlərinizlə görə bilərsiniz. Onlar sizin proqramınızın hansısa qaranlıq küncündə unudulmuş if-else blokları deyil. Onlar məlumat bazanızın təməldaşlarıdır. Bilirəm, indi çoxunuzun ağlına bir sual gəlir.
Mənim çox mürəkkəb məntiqim var. Niyə sadəcə prosedur triggerləri yazmıram? Bəli, bu proqramçıların tez-tez düşdüyü bir tələdir. Amma gəlin səmimi olaq və bu yanaşmanın niyə əslində böyük bir baş ağrısı olduğunu aydınlaşdıraq. Düzünü desəm, triggerlərdən istifadə etmək, qapıya sarsılmaz, avtomatlaşdırılmış dəmir bir qapı qoymaq əvəzinə, yorğun və hər an səhv edə biləcəyi insan gözətçilər qoymağa bənzəyir. Mənbəyimizdə də aydın göstərilir. Triggerlər performansı inanılmaz dərəcədə aşağı salır, onları düzgün yazmaq həqiqətən çətindir və ən pisi, sabah məlumat bazası sisteminizi dəyişmək istəsəniz, o triggerlər sizinlə gəlməyəcək. Yəni, onlar portativ deyillər. Və baxın, bugünkü izahımızın əsl aha anı məhz buradadır. İndiyə qədər biz məhdudiyyətlərdən sanki sadəcə bir qalxan, bir müdafiə mexanizmi kimi bəhs etdik. Amma aslı durun. Bu declarative constraints elə bir sehirli iş görür ki, heç bir proqramlaşdırma yoxlaması bunu edə bilməz. Onlar sizin sorğularınızın sürətini, yəni performansını birbaşa artırır. Ciddi deyirəm, gəlin baxaq necə. İşin sirri məlumat bazanızın beyni olan Query Optimizer, yəni sorğu optimizatorunda gizlənir. Optimizator o deklarativ qaydaların, məsələn, unique və ya foreign key-in təqdim etdiyi 100%lik riyazi qətilikdən istifadə edir. O, məlumatın formasını qabaqcadan tam dəqiqliyi ilə bildiyi üçün datanı ən sürətli yolla tapıb gətirəcək xəritəni cızır. Programmation checks isə bu ipucularını bazaya verə bilməz, onlar kənarda qalan ləng və kordurlar. Beləliklə, gəldiyimiz əsas nəticə budur. Biz düşüncə tərzimizi tamamilə dəyişməliyik. Məlumat qaydalarınızı o tətbiq kodlarından qoparın və onları birbaşa aid olduqları yerə, bazanın öz təməlinə yerləşdirin. Sizin məlumat bazanız daxilinə data atdığınız lalkarlıq bir qutu deyil. O, öz qaydalarını qoruyan, sorğuları sürətləndirən, aktiv və son dərəcə ağıllı bir qaladır.